yarım-yarımçıq münasibətlərdən yorulmusan. Hazırda tənhasan və ya tənha olmasan da belə, elə hazırda həyatındakı münasibət də yarım-yarımçıq və sənin üzərində olan bir münasibətdir və sənə çox maraqlıdır. Qarşına həmin o istədiyin kimi gözləntilərini doğruldan bir insan çıxacaqmı? O insanla stabil münasibət olacaqmı? Və əgər bunu izləyən subaydırsa, belə deyək, həmin insanla hətta evlilik potensialı olacaqmı, yoxsa sadəcə uzun müddətli bir ilişki? Gəl buna baxaq. Olacaqmı bu insan? Deməli, belə. Yəni, bu video hər kəsə aiddir. İlişkisi olan, ilişkisi olmayan. Yəni, qalanına mən qarışmıram. Özünüz bilərsiniz. Sadəcə axtarın, gəlin görək. Belə baxaq. Sənin həyatında o axtardığın, gözlədiyin bir münasibət, stabil bir ilişki olacaqmı, gələcəkmi o insan həyatına? Və həmçinin belə bir sual da verəcək ki, sənin gözləntilərini doğruldacaqmı bu insan bu münasibətdə həyatına gələcək insanın? Gözlənti sırf konkret maddi gözlənti olmur. Bəziləri məsələn deyir ki, hə, mənim hansısa çətinliyim varsa, mənə arxa olan, dəstək olan birini istəyirəm. Bəziləri deyir ki, özümü idarə eləyirəm, mənə sadəcə lazımdır, sadiq olsun, vəfalı olsun. Hərənin müəyyən gözləntiləri var. Ona görə də yəni sual stabil olacaq, gözləntiləri doğruldacaqmı münasibət? Gəl belə baxaq. Ümumiyyətlə, o insan gələcəkmi həyatına, sənin həyatına, axtardığın həmin o stabil bir münasibət, stabil bir ilişki gələcəkmi, stabil münasibət üçün bir insan gələcəkmi həyatına? Gəlir. Həqiqətən gəlir və bu insan çox maraqlıdır ki, bu insandan sənə bir qadın vasitəsilə tanışlıq ola bilər və ya bir qadın vasitəsilə bir qadınmı sizi tanış eləyə bilər. Belə bir xəbər gəlir. Çünki bu insan hansısa bir dostunun, rəfiqənin, kiminsə vasitəsilə onun sənə tanışlığı var. O insandan sənə birinci hansısa yazı gələcək. Yazı şəklində ola bilər. Çünki xəbər gətirmiş ola bilər. Məsələn, hardasa kimsə səni bəyənibdir, tutaq ki, ürək eləmir, tutaq ki, məclisdə ola bilər, nə bilim, nədə ola bilər və bir qadın sənə onun haqqında xəbər gətirəcək ki, bax, belə bir insan var. Çünki burada var belə bir xəbər. Nə zaman olacaq? Burada daha çox il yarım bir etapı göstərir. Gəl baxaq. O insanla necə tanış olacaqsan, o insanla birinci baxaq yenə də tanışlığın necə olacaq, necə olacaq? Uzaqdan gəlir o insan, uzaqdan xəbər gəlir və hansısa bir, baxın, uzaqdan bir xəbər gəlir o insanla əlaqədar, ya özü uzaqda, yolda olan bir insandır, xəyalları doğruldan bir insandır və çox belə politik bir insandır, mən sənə deyim. Yəni, bu insan bəlkə də çox bilib, az danışan, çox siyasətçil bir insandır. Yəni, bu insan əvvəlcədən öz iç üzünü, hətta öz namerinyalarını, yəni öz məqsədini, niyyətini bildirməyəcək sənə addım atanda. Yəni, belə baxaq. O insanla nə yolla tanış olacaqsınız, nə cür tanış olacaqsınız? Bir dənə buna baxmağa çalışaq. Nə cür tanış olacaqsınız? Hansısa açıq havada ola bilər, açıq havada bir məkanda mı ola bilər, bir əyləncə məkanı ola bilər, bir istirahət yeri ola bilər, belə bir yer ola bilər və bu insan da ora hansısa bir dəvətlə mi gəlmiş ola bilər. Yəni, o insan sənin olduğun yerdə yaşamır. O insan elə bir qonaq kimi gəldiyi bir məclisdə, qonaq kimi gəldiyi bir yerdə səni görəcək və bu axşam vaxtı baş verəcək bu insan. Bəzilərinizdə də məsələn kiminsə toyunda da ola bilər, toyda falan, bax, belə bir şey ola bilər. Yaxşı, gəl belə baxaq, bu insan sənin həyatında həqiqətən stabil bir münasibət yaşayacaqsanmı onunla? Onunla həqiqətən istədiyin stabil bir münasibət yaşayacaqsanmı? Bəli, onunla həqiqətən stabil bir münasibət yaşayacaqsan və hətta mən sizə deyim ki, bu münasibətin evlilik şansı da çoxdur. Yəni, əgər evlənəcəyinizi düşünmürsünüzsə və yaxud da evlilik üçün hansısa bir şans olmasa belə, bu insanla ailə tipli bir münasibət görürəm. Çox gözəl, möhtəşəm. Yəni, bu insandan sənə dəstək də ola bilər. Bunu izləyən qadındırsa, burada qadın var. Sənin maddi sıxıntılarını, sənin problemini və həll eləyəcək. Hətta o insanla
bir evdə yaşamaq mı var? Onun sənə hansısa bir sığorta hədiyyəsi ola bilər. Yəni gələcəyindən sığortalanmaq bu ev ola bilər. Bu nə isə ola bilər. Yəni çox möhtəşəm bir ilişki gəlir. Konkret sənin arxanda olacaq bir insan gəlir burada və çox sadiq bir insandır. Yəni bu kartı da mütləq çıxartmalıyam ki, çox sadiq bir insandır. Yaxşı, gəl belə baxaq təxminən digər kartlarla baxaq, tarotlarla baxaq. Yəni bu möhtəşəmdir də. Bunun üstünə kart istəmirəm. Bu insanla istəsən evlilik potensialı da olacaq, istəsən belə deyim də necə yaxınlaşacaq. Baxaq, o insan özü sənə yaxınlaşacaq, yoxsa necə olacaq? Buna da tarotlarla baxaq. Yaxşı, bu insan sənə necə yaxınlaşacaq? Yəni bu insanla necə yaxınlığınız olacaq? Özümü yaxınlaşacaq, necə olacaq? Bir dənə baxmağa çalışım. Necə yaxınlaşacaq bu insan sənə? Kart ters çıxdı, düzəldim. Bu insan sənə necə yaxınlaşacaq? Yəni bu insanla tanışlıq prosesiniz mənə də çox maraqlıdır, çünki həyəcanlanıram sizə görə. Bu insanla tanışlıq prosesiniz necə olacaq? O mu yaxınlaşacaq, sənmi? Yəni kimsəmi sizi tanıyır? Düzdür, burada bir qadın tanış eləyəcək, amma yenə də qadın çıxır da, yəni sizi konkret olaraq bir qadın tanış eləyəcək və yaxud da ki, bir qadınla məclisə çıxırsınız, o mu tanış eləyəcək? Tutaq ki, bunu izləyən kişi də olsa, qadın da olsa, gedirsiniz dostunuzla və yaxud da ki, yaxınınızla bir məclisdə oturursunuz, tutaq ki, bir xanım yaxınlaşır, tanışınızdır, tutaq ki, qıraqdan görüşürsünüz və onun yanında olan həmin belə deyim də, bunu izləyən qadındırsa, o qadının yanında olan kişi. Bax, belə bir şey var və yaxud da ki, bunu izləyən kişidirsə, o qadının yanında olan qadın. Yəni, sizin tanışlığınızın vasitəçisi qadın olacaq. Belə bir şeydir, konkret olaraq. Tamam, gəl belə baxaq. Bəs, neydi sualımız? Hə. Bu ilin sonuna kimi varmı şans o insanla qarşılaşmaq? Bu ilin sonuna kimi o insanla qarşılaşmaq şansı varmı? Bu 2026-cı ilin sonuna kimi qarşılaşmaq şansı varmı? Yəni il sonuna kimi. İl sonuna kimi qarşılaşmaq şansımız təəssüf ki, yoxdur. Üzülürəm, amma altılı birli vaxtlar çıxır. 6 ay içində də ola bilər. 1 il 6 ay içində də ola bilər. Gəl baxaq, 1 il içində olacaqmı? Bəs 1 il içində o insanla qarşılaşacaqsınızmı? Bəs 1 il içində gələcəkmi o insan həyatınıza? 1 il içində. Bəli, 1 il içində gələcək. Ola bilsin ki, gələn ilin 6-cı ayında, ola bilsin ki, elə 1 il içində. Bax, belə maksimumu var o insan. Bu qədər. Yəni sizə görə çox sevindim, aldım, qəbul edelim, yaz. Ətraflı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.